Hamısının əvəzini sağ. Çünki heç kimin vecinə olmayıbdır Cavidandan başqa. Ona görə bunun əvəzini çıxmaq lazımdır. Və Problems yarışında mən gözləyirdim. Yəni indi girdim ki, dedim bəlkə fullayarsınız, onu da fullamamışsınız. Tamamilə sizin heç nə yadınızdan çıxmamalıdır. Siz tapşırıq axtarmalısınız ki, bütün gün mən nə tapşırıq işləyim. Yəni bu yaddan çıxası bir şey deyil. Ona görə heç nə qəbul eləmirəm. Bir dəqiqə 2 2 2 bizim neçə gün aramız var? 4 5. Okay, hələ ki qalsın bu qədəri. Bir dənə də 42-ni də qoyun. Var neçəsi? 14. Müəllim günü 2 dənə demədik. Günə 2 dənə qoyuram. O biri günlərdə hazır olsun. Yəni, sadəcə qoymuşam. Hə. Eyni vaxtda başlayacaq. Hə, indi 10:30 göstərirəm, amma səhər 6 eləyəcəm. Brutal. Hələ brutalitini görməmişsiniz. Müəllim daha pis oldu. Bax. Bəs yaxınlaşmış yəni. Yox. Bəli. Ha, okey. Bugün gecikdi. İşte başlasın. Aha, все. Deməli. Təzə problem Müəllim səhərşim. bu günə də exam qoydu. Bəli, bu günə də exam qoydum. 2 dənə. Aha. Aha. Yəni 6-cı günə qədər 4 dənə exami yazmalısınız. Yazmasanız valideynlərinizə şikayət edəcəm. 4. Hə, bu gün də var. Onda 6 dənə də düz deyirsən. Yaxşı yazmısan. 6 dənə. Ben exam 42'ye kadar yazdım hamısını. Bəli. Okey, bu belə. Gedək bu yarışa baxaq. Mənim ekran görünmür. Bəlkə də özünüz. Yox, yadımdan çıxdı. Recording-i də başladıq. Bu hissə çox az. Əkbər sən də fullaya bilərdin. Az tapşırıq işləmisən buradan.
Müəllim düzünü desəm, yəni başa düşmürdüm nə tapşırıqları. Sizin Okey. izah elədiklərinizi Bir yazmışam. saniye ümid edəcəm. Uşaqlar, yəni tapşırığınız olmayıb. Bu aşağı hissədən kim var? Burada bir dənə Salih var, Murad var. Tapşırığınız başqa olmayıbdı. Niyə bu problemi yaşını siz qutara bilməmisiniz ki? Yəni çox azdır. Yəni 5-6 dənə tapşırıq işləmək inanılmaz bir şey deyil bu. Yəni uşaqlar, bu belə şey olmalı deyil də. Yəni ekstra işləməlisiniz. Yəni tapşırığınız olmayıb sizin. Müəllim çətindir axı. Yaza Yaxşı bilmirik. uşaqlar, həmişə eyni şey Müəllim deyirsiniz. müəllim Bəhanə valla eləməyin bəzi uşaqlar. suallar Deyin ki, yaza bilmirik. yazmamışıq, tənbəl olmuşuq. Bəhanə də hamısı. Bəli. Yaxşı, yaxşı. Salih, inanmıram mən Yenə sizə. də Uşaqlar azmısınız. baxmırsınız siz bu tapşırıqlara. Qəbul eləmirəm heç Müəllim, birisi. mən sonun şərtini anlamadım. Məsələn, K sualını 10 dəfə baxmışam, sonun şərtini anlamamışam. Bax, Necə eləyim? Salih, Allah sənə isbat. C sualını mən izah eləmişəm və Y sualını izah eləmişəm. Hələ bu submit elədiklərimin arasındandır. Anı, niyə yazmamısan? Səbəb? Ona görə mənə yalandan deməyin, çətin idi, baxmadım, belə elədim, elə elədim. Uşaqlar tənbəlləşmisiniz, vəsə. Sadəcə başqa açıqlaması yoxdur. Müəllim, bu sualı izah eləməmisiniz. Kəsrlərin cəmidir. Bəli. Yəni heç bunu ortaq məxrəcə gətirmədən cavab çıxmırdı ki. Xeyr. Mən C++ mühit seçmişim. Seçəcəm. Bir dənə bir şeye baxıram. Okay. Hə, onda nə edirik? Sadəcə bu ədədləri birincisi ortaq məxrəcə gətiririk. Yəni sualda istəyir ki, 1-i bölməliyik. Bunların hamısının 1 bölünsün cəminə. Yəni 1 bölü 10-la 1 bölü 30-u toplamalıyıq və bunun cavabını da 1-ə bölüb çıxışa verməliyik. Nə etməliyik? Bunların hamısını bir ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcdə hamısında nə olacaq? Biz ortaq məxrəcə gətirilmə sualı bundan qabaq işləmişik. Ona görə çox Müəllim. nə ilə gətirməliyik? Əkrobuna. Gətirməliyik, bəli. Əkrobuna. LCM. Deməli, onda bir massiv götürsək, necə bir də? Müəllim, bəs ədədlər çox böyük olsa, düzgün olmayan kəsr olsa, Düzgün olmayan necə kəsr ola bilər ki? ola bilər Hamısının müəllim. bir Çox ola böyük bilməz. olsa, məsələn, 10-la 10-da 1-lə 100 milyonda 1. Aha.
100 milyonla 1 olacaq da. Yəni heç vaxt 100 milyonu aşanmıraq üstdəki ədəd, məxrəcidəki ədəd heç vaxt. Onda da yenə aşmayacaq o çıxan şeyi. Zaten LCM onu tapır da uşaqlar LCM function. Belə bir şey eləyəcəyik. Bir dənə x deyirəm, lap başda bərabər olsun A0-a. For-u başladıram 1-dən n-ə qədər i++. X bərabər olsun hər zaman LCM x-dən a-yı. Yəni bütün o ədədlərin hamısının LCM-ini tapırıq. Bundan sonra nə etməliyik? Bundan sonra zaten bilirik ki, məxrəcdə LCM-i duracaq həmin ədədin. Sürətdəkiləri isə gəlib cəmləməliyik. Sürətdəkiləri necə cəmləyəcəyik? 0-dan n-ə qədər gedəcəyik. Deyəcəyik ki, bir f olsun. Məsələn, bərabər olacaq x bölünsün həmin a-ya. X-i a-ya böləndə bu nə deməkdir artıq? Həmin ədədin sürətində bu ədəd dayanacaq. Düzdür? Çünki zaten biri buna vurmalıyıq da. Yəni, nədirsə, məsələn də buradakı kimi. 1/10 idi. LCM-ləri nədir? 30-dur. Bunun məxrəcini 30-a gətirəndə aşağını da 3-ə vururuq, yuxarını da 3-ə vururuq. Elə əslində yenə də yuxarıda 3 vurmuş olur. Çünki 1-i 3-ə vuranda zaten 3 eləyir. Ona görə bir cəm götürürəm, bərabər olsun 0-a. Cəmin üzərinə hər dəfəsində f-i gəlirəm. Artıq mənim sondakı kəsirim nə olmuş oldu? F bölünsün x oldu. Düzdür? Yəni yuxarıdakıların hamısının cəmi və aşağında da bunların LCM-ləri durur. Və biri həmin bu kəsrə böləndə f bölü x-ə. Bu neyinir? Tərsinə dönür. Nə olur? X bölünsün f olur. Ona görə bir dənə deyirik ki, double d məsələn bərabər olsun x bölünsün f-ə. Siyahıda da həmin d-ni verək. Məsələn baxaq. Okay. Burada yuvarlaqlaşdırma da var da, düzdür? 10^5. 30 verdi. 30 niyə verdi? Baxaq görək nə tapıbdı x-lə f. Və 1 tapıb. 1 niyə tapıb? X-i a-ya böləndə mən bir saniyə. F yox, cəm olmalıdır burada. Okay. Cəm yazaq. Cout precision 5 eləyək. Cout-a da fixed d-ni verək. Hmm, 7-0-0-0 verdi. Okay, bu ehtimalla gəlin ona görə hər şeyi double götürək. Bu ehtimalla problem oradadır. Problem orada olacaq. Çünki LL-i böləndə orada kəsirin o yarı hissələri itir. Siz double götürmüşsünüz ədədləri. Yoxsa long. LCM function double-a görə işləyir əslində. Okay. Bir saniyə. İki dənə dəyişənli. Bəs LCM-i tapdığın ədədi double götürmüsən, yoxsa long? Online gedib getdi.
Müəllim, hər ehtimala F-i bir dənə double eləyin. Məndə niyə double götürəndə səhv verir? Yəni baxım səndə işlə. Double-da sən. Səndə bu error vermir. Məndə niyə error verir ki? Məndə bir saniyə. Eyni şey yazır və əslində prosta niyə səndə error verməyib? Maraqlıdır. Müəllim, bəlkə də o A-yı üstə gəlib 1 yazıb deyə siz X yazmısınız. Ola bilər. Bir saniyə. Onda bunu belə eləyək. Dəqiqə. Sadəcə bir dənə də olanda problem verməsin deyə yaşayır. Bir dəqiqə A0 qoyaq. Bunda başladıq birdən belə getsin. Nə da düzdür. Ona elə var. Hə, düzdür. Amma bir saniyə. Sən X-i götürüb, sonra bir dənə də Y götürüb onu şey eləmisən. Hə, başa düşdüm. Optionu Y-də toplamısan. LCM bu da olsun Y-lə X olsun elə. Məncə. Elə düz olmalıdır. Bir dənə bunları Y eləyək. İndi bir saniyə, indi yox da. Hani bir şey atıyorduk. Ha, yenə səhv verir. İndi çünki bu double deyil. Double olanda problemi qaldırmalıdır aradan. Qaldırmalıdır. Niyə? Okey. Yəni belə yazaq. Əgər LCM ilə GCD bəzən belə öz funksiyonları problem verirsə uşaqlar, LCM ilə GCD-ni özümüzdən yazırıq. İndi bir saniyə. Bəli, Murad. Yox, elə bir şey deyil. Sağlam. Sağlamın nə idi? Çox sağ ol. Beynim yanıb. Sağ ol, sağ ol. Sağ ol. Okey. Baxın uşaqlar, əgər GCD-ni əslində biz öz əlimizlə də tapa bilirik. Bunu məncə bir dəfə sizə göstərmişdim ki, GCD-ni əslində belə də tapmaq olur ki, bir rekursiv funksiyanın əslində ki, yəni bir tərəf sıfıra bərabər olana qədər davam edir. Yəni baxın proses necə gedir. Gəlin baxaq.
Hardasa hə, elə bir şey olur. Baxın uşaqlar, məsələn 2 dənə ədəd götürək. Nə ədədləri olsun? Bir dənə ədədlər deyim mənə GCD-ləri normal bir proseslə getsin. Mənim 32 32 ilə ilə 24. 24 olsun. Baxın uşaqlar, lap başda neynir bu? Baxır belə. Mənim recording də dayandı onda. Səndə var idi recording Cəvdən? Hə, onda işte. Bir saniyə dən gəlirəm, bir saniyə. Nədir? Adların düşün qalibi sənsin. Sağ üstte döyüşte qalib. Okay. Hə, 32 ilə 24 olanda, məsələn, baxın, tutaq ki də 24-ü götürür, GCD-sini soram, 32 ilə 24-ün qalığınla eləyir. 32-nin 24-də olan qalığı nədir? 12-dir, düzdür? 8. Oy, 100. mənim 8. 32-nin 24-də olan qalığı, hə, 8-dir. Benim yadıma. 24 ilə 8-in GCD-si isə nə verəcək bizə? 8. Gördünüz, 32 ilə 24-ün əslində GCD-sin bu üsulla tapa bildik. Bu nə deməkdir əslində? Bir növ sanki 32-ni o 24-də biz böldük, əsas orada yerdə qalan o qalıq hissəsini götürdük də. Yəni bir növ əslində kiçildə gedirik ədədləri. Baxın, gördünüz, 32-dən 24-ə düşdük və 24-dən də 8-ə düşdük. Yəni ədədlər kiçilə gedir və ən sonda biz GCD-ni tapmış oluruq. Hətta bəzən o qədər kiçilir ki, B-si 0-a bərabər olur və avtomatik olaraq sol tərəfdəki ədəd həmin ədədin GCD-si olur. Yəni biz bunu GCD-ni əllə tapmaq funksiyası kimi deyirik. Yəni məqsəd sadəcə ədədləri o kiçildə gedib o GCD-ni tapmaqdır. İndi buradakıların hamısını double eləsək, aha, ən sonda ora qədər gəlib çatır. Məsələn, elə baxın, elə orada baş verəcək də. Bax, 24 8-də nə baş verəcək? Bu arada GCD-sini tapmır. GCD baxın bunu çağırır, bu funksiyanı çağırır təzədən. Yəni 24 ilə 8-i çağırır, sonra gəlib baxırıq. Burada B 0-a bərabər deyil deyə gələn səfər gedirik tapmağa 8 ilə, mən niyə dayanır burada ekrana? 8 ilə 24-ün 8-i olan qalığının GCD-sini atırıq. 8-dən 0-a. Və bu da təzədən gəlir bura. Görürük bir tərəf 0-dır. Avtomatik olaraq cavabı qaytarır ki, 8-dir. Yəni GCD-sini bu üsulla tapırıq. Və uşaqlar, əkobla əbobun arasında bir dənə düstur var yadınızda. A vurulsun B bölünsün əbob verir bizə əkobu.
Düzdür? Yadınızda hamının o düstur. Bu da sadəcə o düsturdur. A vurulsun, B bölünsün, əkyob. İndi bundan sonra güman edirəm ki, bir problem çıxmayacaq. Güman edirəm. İndi gəlin baxaq. Çünki problem bayaq double'ında falan olmağında verirdi. İndi verməyəcək məncə. X bərabər olsun LCM X-dən A'ya. Buralarda X eləyək. Görək bunda error verirmi? Okey, double'da da qalır. Double Müəllim, olmaz. bu faiz B-yə bitişikdir. A-ya bitişik. Ya, ona görə deyil problem məncə. Ona görə deyil. Double'da qalıq əməliyyatı yoxdur deyədi çünki. Long eləsək bir saniyə. Long eləsək yenə şey səhv verir. Necə bunun əkobla cavabını tapamayacaq indi. Bir tane düşünün. Okey, onda double'ı yığışdıraq. Belə bir şey eləyək. Elə Müəllim, cavab bu da problemli sualdır. Yəni 26-dan 2 çıxanda o bufet sualı da problemli idi, bu da problemlidir. 24 qalır müəllim. Yəni maksimum 24-dən eləyə bilərik sual. yəni Müəllim, yəni 24-dən 17-sin, 20-sin, 16-sın çoxdur da. xeyr. Salam Cəmil, niyə belə tez qoşuldun? Müəllim, evdə deyiləm deyə rayondayım, ona görə biraz qoşulmadım. Müəllim, bu sualın şərtini izah eləsəz elə yazaram. 10 dəfə oxumuşam. Bir saniyə tutamam son şərti. 4-ü 10-a çatdırmağa çalışır. 3-dən əllə necə çatdırdı onu? Hə, görüm. Hə. Yox, belə bir şeydir. Elə bil ki, uşaqlar hər birinin içində 4 dənə olan, bizə neçə dənə qutu lazımdır ki, biz bu onu aşağı elə bil. Yəni hər birinin içində məsələn də 4 dənə nəsə olsun da, hər hansısa bir əşya olsun. Bizə neçə dənə qutu lazımdır ki, minimum biz buradakı onu aşa bilək və yaxud da ona bərabər ola bilək. Məsələn, burada 2 dənə qutu olsa 8 dənə olacaq, bəs eləməyəcək. Ona görə minimum 3 dənə qutu lazımdır. Burada minimum 2 dənə qutu lazımdır ki, 9-u aşa bilək. Burada isə minimum 1 dənə qutu lazımdır ki, 8-ə bərabər ola bilək. Necədir Əkbər? Çox rahat. Məncə də. Denən Cəmil.
Müəllim, onda məsələn A4 olanda başlanğıcı 1, birincisi 4, ikincisi 7, üçüncüsü nə olurdu? Necə? Başlanğıcı yəni 1 olur A4 olanda. Birincisi 4, ikincisi 7, üçüncüsü də 10. Tam başa düşmədim. Yəni sualın həllidir bu. Yox, yəni elə olur sual. Necə yəni ki 3, 4, 10? Yəni məsələn A4 var abara orada. Boş Ha. yuvalar açıq bir qədər artır da. Yəni başlanğıcı 1-dən olur. Birincisi 4, ikincisi 7, üçüncüsü 10. Yəni 3 artır. Yo, elə deyil. Elədir. Elə deyil axı. Ha, elə də ola bilər əslində. Elə olsa burdakı necə olacaq? Sən düz deyirsən deyəsən. 8-dən 9. 10. Bir dəqiqə, mən öz həllimi bir dənə yoxlayım, görüm sualın şərti həqiqətən elədim. Mən sualın şərtini elə başa düşmüşəm. Müəllim, bu make public nədir ki? İlk dəfədir görürəm mən. Ola bilər. Böyük ehtimalla ya rankingdə falan görsənməmək üçündür. Yoxlayaq. Amma mənim özümdə görsənər bəlkə də bilmirəm. Okey, sualın şərti deyəsən o deyilmiş. Onda bir də ona baxaq. Hə, onda siz düz deyirsiniz. Hər dəfəsində -1-i qədər artır. Prosto necə burada sualın şərtində elə bir şey demir axı, siz onu nətər başa düşdünüz? Başa düşdüm. Müəllim, bu doğrudur. Müəllim deyir ki, elə bir boş yuvan ayvaya çevirirdi. Amma elə bil taxtımız özü də bir yuvan tutur. Hər yeni elə bir Hər yuvan zaman olur. -1-i qədər arta gedir. Yəni Bəli. Müəllim, ikinci nümunədən başa düşərsiniz. yox, bir saniyə, bəs məsələn burada tutaq ki, birinci 4 idi, sonra 3 oldu, sonra yenə 3 olur. Hamısı 3 gedir. Aha. Sual şərtinin biraz onun mənasıdır. Yəni example-lardan tutmaq olar ancaq, düz deyirsiniz. Amma burada sual şərtində deyərdi gərək onu. Biraz mənasız verib Müəllim, hissiyyanı. example-lardan normal anlaşılmır. Bu nədir? O sualı. Müəllim, çətin sualdır. Abirlər də elə udum. Asan da bu əkbər nəyə çətindir ki? Bir tək Müəllim, indekslər. kodunu verib bu. Kodun yoxdur sən. Ayda compiler'da qaldı. Yəni bunu nə var ki, Hə, uşaqlar? burada Yəni, hərflər bir dənə iflərdə yoxdur. bu olsun, test 1 bərabər olsun trueya. 0-dan gedəcək size-a qədər. Müəllim, nə vaxt bu kodunda problem oldu?
Əgər i faiz 2 bərabərsə 0-a yoxlayasınız ki, əgər SI bir dəqiqə burada birdən indekslənib, amma onu nəzərə almalısınız. Birdən indekslənibsə, biz cüt olanlara buradan baxmalıyıq özümüzdə. Çünki bizdə bir dənə arxadan gəlir. Yəni RUD-yə baxmalısınız. UD ikisində də var imiş. Hərfə heç diqqət eləməmişdim. Sözlərdə hamısı zaten UD iləndir də, düzdür. Okey, gəlin hamısını yazaq. Çünki kodun əsasən mən yazacağam. Elə düz deyirsən. Yoxlayaq ki, SI bərabərdirsə L-ə, onda T1 bərabər olsun false və break elə. Yəni L-ə bərabər olmamalıydı da, düzdür. Bunun bir dənə də ikincisini yazırıq ki, Müəllim, axı ilk faiz 2-0-dır. i faiz Bəli. 2 uşaqlar bu haldır. Bizdə sıfırdan indekslənibdir. Burada da R olacaq. Bir də bu 1 olacaq. İndi yoxlayasınız ki, T1 false-dursa, o T2 false-dursa. Düz. Amma burada zaten mənfi olmaz, ona görə narahat olma. Siyauta no ver. Else siyauta yes ver. Sadəcə 2-dən hala baxacaqdınız. Yəni yenə də UD-lərlə də yoxlaya bilərdiniz belə də. Ayda orada T1 yazdım. Koda bir də baxırdım göz üçün. Gördüm orada T1 yazmış. Okey. Deməli, o belə getdi. S-ə baxaq. S-ə baxmamışıq. Kaya baxmışıq. Kaya. Müəllim, mən bu sualı çalışdım, yaza bilmədim. Siz dediniz i-ni i+1-dən başlar. Hər dəfəsində i vuracağını cəmli. Okey, asan sualdır. Hər birinin haqqında baxıb zəhmət tapırsan. Bəli. Okey. Deməli, i0-dan başladı. Elə mən içcə falan yazmışam. Bu da iç səfərdir. Yox, elə biz sini içcə forun içində eləmişəm. Sin niyə iç səfərin içində eləyəsən? Görürsən ki, 3 verilib sənə, 3 dənə də ədəd verilibdir. 7 verilib, 7 dənə ədəd verilibdir. Məntiqini düşünüb sonra yazmaq. Hasil 0-a bərabər eləsən, 0-ı nəyə vursan, 0 eləyəcək. Mən başqa cür eləyəcəm indi. Doğrudan biz cəmi tapırıq onsuz da. Düz deyirsən. Mən elə bildim ümumi hamısını bir-birinə vururuq ədədləri. Ona cəmin üzərinə gələcək, A-yı vurulsun, AJ-ni. Buydu həll. Siyahıda cəmi verəsin. Üç yüz 12. Qabili sual asan dedi zaten. Buna niyə yazmamışsınız bilmirəm. Bu asan idi. Bəli. Burada başqa bir dənə yazılan sual qalmayıb. Əgər kimisə hansısa sual varsa baxa bilərik yenə əlavə. Müəllim, qısacası performans yaxşıdır. Xeyr. Müəllim, belə bir sınamasını nə qədər gözləyirsiniz bizdən yazalım?
Bunu gözləmirəm, yəni bu deyil. İstədiyim bu deyil. Müəllim hamısı yaşı. Yəni uşaqlar siz məsələn mən bir dənə problem siyahısı qoyanda, üstünə examda verəndə belə edirsiniz, uyda müəllimlər çox oldu. Buna uyda müəllim çox oldu deməməlisiniz. Yəni bunu bitirib əlavə tapşırıq istəməlisiniz. Sonra yenə nəyisə bitirib yenə Müəllim biz nəyisə artıq ona istəməlisiniz. alışırıq da. Nə eləmək? Biz artıq ona alışmışıq. Yox da alışmısınız amma kullanmırsınız. Aha. Problem siyahısından başqa sual var kimdəsə hansınısa baxıb alınmayıbdı. Heç bir dəqiqə burada hansı bir dənə sual var idi? Bufet sualı idi deyəsən. Buydu, yox. M sualından başqa qalanları. Müəllim onda 25-dən yazsaq yaxşıdır. Hə. Müəllim, kanon da yazmayacaq. Yox, K-nı yazarsınız. Sadəcə LCM-siz yazarsınız. Yəni hanı K? K-nı da elə dediyiniz kimi yazın da A-1-nə. Ha, Yəni hər onu dəfəsinə bağlı gedirik də. yəni baxın belə A-1 üstünə var. gələ gedirsiniz. Belə sayı artırırsınız. Yenə sizdə artıq beyni açdısa həmin vaxtda siyahıda verirsiniz həmin sayı. İlk sualında bayaq ki bu LCM olan suala da belə yaza bilərsiniz ki, mən başda əslində belə 1 bölünən cəmləmək istəyirdim. Elə belə olurmuş. Cəmin üzərinə hər dəfəsinə 1 bölünsün ayını gəlin, ən sonunda 1 bölünsün cəmin belə çıxışa bilər. Əslində LCM-dən də alınmalıdır. Sadəcə biraz çox insan çürüdər. Ona görə lazım deyil. Elə 1 böllərlə gedin, elə baxa-baxa davam edin. Okay, deyəsən burada sual yoxdursa, examlara keçək. Examlarda harda qalmışdıq? Exam